Salam, bu dəfə fərqli bir video ilə qarşınızdayıq. Bu dəfə nə test yürüşüdür, nə də ki icmaldır. Real istifadəçi və real təəssüratlar. Link & Co 09 barədə biz sizə əvvəlki videolarımızda məlumat vermişdik, amma həm də maraqlıdır onun sahibinin öz dilindən eşitməyə avtomobillə bağlı təəssüratlarını, ümumiyyətlə məlumatları. Odur ki, Fərdi bəy yanımdadır. Link & Co ailəsinin bir üzvüdür. Fərdi bəy, hər vaxtınız xeyir olsun. Xoş gördük sizi. Salam Fərdə xanım, xoş gördük. Necəsiz? Əhval-ruhiyyəniz necədir? Təşəkkürlər, əladır. Siz necəsiz? Mən də çox yaxşıyam. Link & Co 09-un qarşısında olub necə pis olmaq olar? Ümumiyyətlə bizə özünüz barədə məlumat verin. Bu avtomobili neçə müddətli idarə edirsiniz və ümumiyyətlə bu avtomobildə sizi cəlb edən, həmçinin bizi cəlb edə biləcəyi hansı detallar var? İlk öncə təbii ki, mən avtomobili seçəndə baxırdım fərqli maşınlara. Bu avtomobildə məni ilk cəzb edən onun eksteryeri oldu. Çox gözəl üslubda hazırlanıb, həm klassik, həm sport üslubunun birləşməsindən yaranandı. Bunu bəyənəndən sonra artıq mən bunun xarakteristikalarına, ətraflı sürüşlərinə, istifadə qaydalarından tanış oldum və çox bəyəndim, məni qane elədi və ondan sonra qərar aldım ki, bu mənim növbəti maşınım olacaq. Çox yaxşı danışırsınız, çox yaxşı məlumat verirsiniz. Düşünürəm ki, daha detallı məlumatları almaq üçün sizdən, təəssüratlarınız həmçinin də gəlin sükan arxasına keçək, elə söhbətimizi orada davam etdirərik. Tamam, keçək baxaq əlbəttə. Fərdə bəy, ümumiyyətlə maraqlıdır ki, niyə məhz Link & Co-nu seçdiniz? Məqsədli şəkildəmi bu markanı seçdiniz, yoxsa təsadüfənmi alındı? Necə oldu, maraqlıdır? Bayaq qeyd etdiyim kimi, birinci normal olaraq maşını dəyişmək istəyirdim və ümumiyyətcə məni plug-in hibrid modelləri daha çox maraqlandırırdı. Və axtarış edən zaman ilk öncə təbii ki, bunun eksteryerini çox bəyəndim. Daha sonra araşdırmalara başlayanda baxdım ki, bunun bütün xarakteristikası, bütün olan növlərin hamısı məni qane eləyir. Yəni 554 at gücü, 1 litr yanacaq istifadə etməsi, 1400 kilometrdən çox məsafə verməsi məni çox sevindirdi əslində və tam istədiyim bir maşın alındı. Plug-in hibrid olması əsasən də bildiyiniz kimi EMP texnologiyası ilə bu təchiz olunub. Bu da Volvo şirkəti tərəfindən, məşhur Volvo şirkəti tərəfindən onların birgə istehsalıdır. Ona görə də məni çox arxayın rahat elədi bunların hamısının bir maşında olması. Əvvəl olaraq da bunun sport rejimində, yəni 5, 6 da 7 rejimli idarə etmək olur bu maşını, hava rejimlərlə. Ən çox əsasən də yəni bunların hamısı olduqdan da sonra daha çox mənim ən əsas vacib kriteriyalarımdan biri də istifadə etdiyim maşının mütləq şəkildə ölkədə rəsmi distributoru və servisi olmalıdır. Bu çox vacib nüanslardan biridir ki, onların da əslində çox peşəkar usta heyəti var. Mən yaxınlaşmışdım servisə, tanış olmuşdum hamısı ilə. Əlavə olaraq ehtiyat hissələri tam şəkildə anbarlarında mövcuddur. Bu da çox vacib amillərdən biridir ki, məni bu qane elədi və yaxınlaşdım salona, sağ olsunlar əməkdaşlar məni yüksək səviyyədə qarşıladılar. Yəni salondan çıxmağa qoymadılar. Həqiqətən çox mehribandılar və ünsiyyətçidirlər. Bəli, çox mehriban əməkdaşları var. Geniş salonu var. Salonda digər əslində maraqlı maşınlar mövcuddur, nəqliyyat vasitələri mövcuddur. Ona görə də mən seçimimi dərhal etdim, müqaviləmizi bağladıq və belə deyək, maşını əldə elədim. Məhz 09. Bəs digər hansı modellərini bəyənirsiniz Link & Co-da? Əslində 03-ü çox bəyənirəm. Sedan markalı maşındır. Sadəcə olaraq hündür maşınlara da üstünlük verirəm. Nəyə görə? Çünki rayonlara gedəndə, ümumiyyətcə bizim şəhərdə böyük maşınları sürmək daha rahatdır. Çünki hündürdə oturursan, hər yer görsənir. Amma bu olmasaydı, belə deyək də, 03 modelini də təbii ki, seçimini eləyərdim. Çox bəyəndim o maşını. Siz əməlli başda araşdırmısınız, xeyli məlumat da verdiniz, təşəkkür edirik. Məsələn, mənə maraqlıdır ki, bu rejimlərdən hansını daha çox bəyənirsiniz? Hansı rejimdə məsələn avtomobili idarə edirsiniz daha çox? Əslində şəhər içi normalda gündəlik həyatda smart rejiminə daha çox üstünlük verirəm. Bu qarışıq bir rejimdir. Benzindən çox az istifadə edir. Hal-hazırda görsəniz 2.9 litr göstərir benzin istifadəsini. Çünki lazım olduğu yerlərdə biraz bərk sürürəm, lazım olmayan yerlərdə yavaş sürürəm. Bu səbəbdən bu rejim məni daha çox qane eləyir. Amma normalda rayonlara gedəndə dağlıq ərazilərə off-road rejimi var. Maşını qaldırır yuxarı və bütün maneələrdən rahatlıqla keçmək olur. Əvvəl olaraq qar rejimi var. Mən bu il qarda bu maşını biraz sürdüm. Çox az hissəsini təsadüf elədi. Qar çox yağmamışdı. Sizi inandırım ki, heç bir problemsiz, tam rahat şəkildə, heç elə bil ki, quru yolda istifadə edirsən. 1 qram məni yormadı. Çox rahat şəkildə idarə edə bilirəm bu maşını. Ümumiyyətlə maraqlıdır ki, gündəlik həyatınızda təbii ki, bu avtomobili idarə edirsiniz. Həyatınıza nə kimi təsirlər olub? Nəyi dəyişib məsələn?
həyatıma əslində çox komfort, çox rahat maşındır. Baxın, normalda səhər gedirik işə, axşam çıxırıq, iş vaxtı gərgin anlar olur. Şəhərdəki tıxaclar çox adamı yorur. Yəni normalda gecə vaxtı tıxac olmayan zamanı 10 dəqiqəyə, 7 dəqiqə getdiyimiz yolu tıxac zaman 1 saat, saat yarım yol gedirik. Təbii ki, bu maşında məni ən çox bu funksiyalardan biri də rahatlıq edən funksiyalardan biri də bu masaj funksiyasıdır. Hər iki qabaq oturacaqlar masaj funksiyaları var və gördüyünüz bu iki ekranda da mən hər hansı bir film, klip, tıxaclar zamanı qoşuram, masaj funksiyasını aktiv edirəm və o 1 saat, saat yarım getdiyi yolu heç hiss eləmirəm və mən özümü çox rahatçılıqla hiss edirəm ki, bu da məni yormur. Yəni bu da çox vacibdir məncə, çünki bütün gün tıxacın içində, narahat bir maşının içində otursaz, məncə bu adamı çox yorar. Burada tam komfort, səs izolyasiyası, hansı ki çöldə olan səslər içəri daxil olmur, içəri. Onu mən də vurğulamaq istirdim əslində, çünki biz hal-hazırda şossə ilə gedirik, səs-küyü heç hiss eləmirik, yəni çox rahat. Bəli, cüzi şəkildə musiqiyə səs veririk və yaxud hər hansı bir filmi izləyə bilərik. Onlara qulaq-asa tam rahat, tam komfortlu şəkildə istənilən nöqtəyə gedib rahatlıqla çata bilirik. Musiqi sistemi də çox keyfiyyətli, yəni rahatlıqla burada yaxşı parti də təşkil etmək olar. Bəli, musiqi sistemi Bose şirkəti tərəfindən təchiz olunub. 3D Surround versiyası da mövcuddur. Hal-hazırda boşluqda bütün salonda istər sürücü, istər arxada əyləşən bizimlə birgə gedən bilet əməkdaşların hamısı, dostlar, tanışlar tam musiqini hiss edə bilirlər. Elə bilin ki, yəni həqiqətən də konsert salondasınız. Canlı qulaq asırsınız. Bu da çox rahatçılıq verir, çox komfortlu bir maşındır. Və istərdim ki, həmçinin də ümumiyyətlə bu avtomobilin bu qiymət məsələsində toxunaq, yəni qiymətinə dəyir ümumiyyətlə. Təbii ki, yəni bundan öncə qeyd etdiyim kimi Volvo-nun birgə istehsalıdır. Burada tam təhlükəsizlik, bütün funksiyalar, qapını açıb bağlayanda, kənardan hansısa bir maşın keçirsə, ümumiyyətcə maşının özünün təhlükəsizliyi, kameraları, bütün sistemləri hamısı tam yüksək səviyyədədir. Bütün tələblərin hamısına cavab verir, hamısını qarşılayır və hətta inanırsınız, mən bəzi funksiyaları söndürmüşəm ki, yəni həddindən artıq çox təhlükəsizlik maşındır. Bu da bir balaca bəzi məsələlərdə mənim üçün narahatçılıq doğururdu. Ona görə də mən onları söndürdüm ki, yəni bu qədər də təhlükəsizlik olmaz da. Yəni bütün funksiyaların hamısını, nə varsa bütün tələblərdə beynəlxalq hamısı bu maşında mövcuddur. Maraqlıdır ki, bəs ümumiyyətlə dostlarınız, iş yoldaşlarınız, lap elə ailə üzvləriniz avtomobilə əyləşərkən ən çox sizə hansı sualları verirlər, hansı funksiyalar onların diqqətini daha çox cəlb edir? Əslində dostlar, tanışlar sualları təbii ki, ilkin olaraq at gücüdür, 0-dan 100-ə qədər sürətlənməsidir. Hansı ki, bu maşında 0-dan 100-ə kimi 4.9 saniyəyə bu sürət yığılır. Onları çox maraqlandırır. Yəni 554 at gücü var. Ən çox onları maraqlandıran budur ki, sür, baxar görək bu həqiqətən də onu göstərirmi, verirmi? Onları çox maraqlandıran suallardan biri budur. Yaxşı, siz bu sürətlənmə məsələsinə toxundunuz. Sürət həvəskarlarının yəqin ki, maraqlı olacaq. Bəlkə bunu bu videomuzda bir göstərək, sübut edək ki, bu necə alınır? Olar, həqiqətən də onu göstərmək olar. Hazırda biz bu yol bizə həmən o sürəti 110-dur burada. Göstərməyə, sürməyə icazə verir. Ona görə də birini ara seçib onu təbii ki, bir yoxlayarıq. Niyə də yox? Mənim özümə də çox maraqlı gəldi. Çoxdan da yoxlamıram. O zaman birazdan sınayarıq. Hazırsınız? Hazırıq. Getdik. Getdik. Oldu. Oldu. 4.9. Baxın 4.9-da biz 100-ə çatdıq. Sübut üçün də göstərim telefonda. Wow. Sport rejimdə idi bu arada avtomobil. Qoyuruq. Çox rahat, heç düşünmədən, rahat şəkildə yüzü qeyd olunan vaxt ərzində, saniyələr ərzində yığır. Yəni həqiqətən də bu maşın üçün bu ağırlıqda 2 tondan, 2,5 tondan çoxdur çəkisi var. Yəni bunu yığmaq çox məncə böyük göstəricidir, böyük yaxşı nəticədir. Fərdi bəy, bu kiçik səyahətə görə təşəkkür edirəm sizə. Düşünürəm ki, çox maraqlı bir video alındı, söhbətimiz alındı və son olaraq istərdim ki, bu avtomobili, məhz bu modeli Lincoln Co 09-u almaq istəyən izləyicilərimizə sözünüz. Fərdə xanım, çox xoş idi bugün sizinlə bu maşın haqqında danışmaq. Təhlükəsizlik, komfort, sürət istəyirsinizsə Lincoln Co 09 məsləhətdir. Bax belə.